Bax, mən biraz burada ilişirəm də bəzi mövzularda ki, yəni məsəl üçün bir şirkəti götürsən, şirkətdə öhdəliklər paylanır da. Sən HR-lıq elə, gender demirəm amma X-də. Bəli, Sən bəli. HR-lısan, sən maliyyəsən, mən satışam, sən də marketinqsən də. Zaten bu bir təsərrüfatı Hı bölüşdürürsənsə, hı. bu təsərrüfatda bəlli bir öhdəliklər paylaşılmalıdır. Tutaq ki, yemək bişirmək atıram. Hı hı. Yəni mən işdən gəlirəm və tutaq ki, vəzifə öhdəliyi var ki, mən də gələndə işdən özüm bişirməliyəm, yoxsa sən evdəsən, sən də bişirirsən, mən də gəlib yeyirəm. Yəni bəlli bir öhdəliklərin paylaşması deyilən bir şey var. Məsəl üçün mən qadının İslamdakı rolu ilə bağlı bir məqalə oxumuşdum, akademik bir məqalədir. Orda net vurğulayırlar ki, qadının belə bir öhdəliyi yoxdur ki, uşağa baxsın, yeməyi bişirsin. Sadəcə olaraq bəlli bir öhdəlikləri, vəzifələr paylaşıldığına görə biri ovçudur, yəni gedir ovlayır, gətirir. Bir də həmin ovu bizə şey edir. Əlbəttə fərqli ampuladan baxmaq olar buna. Məsəl üçün mən Xalid Hüseyninin Azərbaycanca kitabının adını bilmirəm. "Тысячи Sons" adlı bir onun Hı bir hı. kitabı var. Onun orada qadınların hüquqlarının tapdalanması ilə bağlı çox fantastik bir əsərdir. Özü həkim olmağına baxmayaraq, cəmi 2 dənə, 3 dənə kitabı var adamın, amma bestseller sayılır. Orada bunu qabarıq formada göstərir. Əlbəttə ki, biz o formatdakı olan həyat tərzinə no deyirik. Amma burada mənim sualım budur ki, yəni bu paylaşılmalı deyilmi? Məsəl üçün mən ovladım, yemi gətirdim. Sən də görürsən ki, nə bilim sabunun bitdisə mənə deyərsən ki, sabun bitdi, mən gedim alım.